Yenə bu gecə əziz bacı qardaşlarımıza İmam Cəfər Sadiq əleyhissalamın Ramazan ayında oruç tutanın halı haqqında, necə oruç tutması haqqında, oruc olduğu təqdirdə nələrdən çəkinməsi haqqında mövzumuzu, hədisimizi davam etdirəcəyik. Xatırlama olaraq hədisi əvvəldən oxuyuram. Qalə İmam-ı Sadiq əleyhissalam, İmam Sadiq əleyhissalam buyurdu: İnnə siyamə leysə anit-taami və şərabi vahdəha. Oruç tutmaq, yemək içməkdən imsak eləməklə deyil fəqət. Fəizə sumtum, əgər siz oruç tutsaz, fəhvəzu əlsinətəkum anil-kizb, dilinizi də yalandan qoruyun. Və quddu əbsarəkum əmmə harramallah, gözlərinizi də Allahın sizə haram etdiklərindən yumun. Və lə tənəzəu, münaqişə, mübahisə etməyin oruc olduğunuz halda. Və lə tuhasidu, oruçkən biri-birinizin həsədini aparmayın. Qəlbinizdən kiminsə həsədini keçirin, nə o həsədi dilinizə gətirin. Və lə təxtabu, biri digərinizin qeybətini etməyin. Bir-birinizin qeybətini etməyin. Və lə təşətəmu, bir-birinizi söyməyin. Dünən gecə Peyğəmbərdən məşhur olan bu hədisə toxunduq ki, və bunun da müəyyən qədər izahlarını verdik, nə demək, Peyğəmbərin nə buyurduğunu, ki, oruc halında insan qeybət eləsə, yalan danışsa, söysə, orucu batıl olar, orucu pozular deyə. Və dedik ki, bu məsələlər bizim şəri məsələlərimizə girməyib. Yəni, orucu batıl edənlərdən olmasa da, orucun savabını aparan əməllərdən olub. Orucu qəbulluğunun qarşısını alan, qəbul dirməyən əməllərdən olub. Yəni, bu insan biri oruçkən söysə, yəni orucun qəzası gəlməz boynuna, kəfarəsi də gəlməz boynuna. Amma orucun savabı gedər. Orucun qəbul olunması şübhə altına düşər. Ümumiyyətlə, İslam əxlaqında söyməyə bildiyiniz kimi yaxşı baxılmayıb, tənqid olunub, Peyğəmbər mən eləyib, qadağan eləyib, dilin zinası deyilib, söyüşə dilin zinası deyilib, bəzən naməhrəmə baxmağa gözün zinası deyilib, bəzən söyməyə dilin zinası deyilib. Söymək, dedim, İslam əxlaqında bəyənilmir, bəziləri buna qəribə yanaşar ki, məgər hansı əxlaqda qəbul olunur? Heç Məsihiyyətdə də qəbul olunmur, Yahudilikdə də qəbul olunmur, ateist də qəbul eləmir. O azmış insanların adətində var, azmış insanlar, fasıq insanlar, nəfslərini heyvan kimi azad buraxan insanların ola bilər xasiyyətlərində var. Amma özünə qiymət verən, qarşısında qiymət verən insanın xüsusiyyətlərində, xasiyyətlərində bu yoxdur. Bu deməkdir ki, bu bəyənilmir. Hətta böyük günahlardan sayılır. Müəyyən İslami, uxravi, yəni axirətdə müəyyən cəzaları da var söyməyin. Yəni, bu elə bir xüsusiyyət deyil ki, biz buna geniş izah verək ki, söyüş pis şeydir. Hamı bilir ki, söyüş pis şeydir. Söyüşün pis olmasının bir dənə tərəfini deyim, hamı bundan kifayətlənsin. Səni söysələr xoşuna gələr? Yox. Sən də söysən xoşlarına gəl, heç kəsin xoşuna gəlməyəcək. Bu kifayət eləyər. Ümumiyyətlə sözlər ki var, hərəkətlər ki var, onlar üçün ən yaxşı bir meyyar var. Meyyar. Bax gör, sənə qarşı olunanda necə təsir olur? Pis. Deməli, sən də kiməsə eləsən, kiməsə bu sözü desən, nə olacaq? Pis təsir eləyəcək. Allah
rəhmət eləsin. Mən bir dəfə o ağsaqqalın adını çəkmişəm. Bizim kənddə bir ağsaqqal var idi, hörmətli bir insan idi. Uzun illər müəllim olmuşdu, İsa müəllim adında. O bəzən anlatmaq üçün bu cür nə deyirdi? Deyir, bir dənə iynə götür əlinə. Hə, götürdün güya da. Hə, o iynəni batır əlinə. Hə, batırdın, incidir sənin özünü. Təxəyyülü yaradır da bunu. Hə, incidir. Bax, ona da batıranda o iynə incidir. Qısa konkret. Etdiyin əməl əgər birinə pis təsir edəcəksə, yox, sənə pis təsir edəcəksə, özün özünə de. Sənə pis təsir edəcək ki, demək qarşındakına da nə edəcək? Pis təsir edəcək və bunu etmə. Deyəcəyin söz hansı cavabla qarşılaşacaq, onu fikirləş. Bir nəfər arvadını həmişə söyürmüş. Əsəbləşən kim söyürmüş. O deyir, dillələş. Elə ürəyim istəyir ki, atamı söyən bir ərim olsun. Hə. Bu söyərmiş bunu. Arvadını həmişə söyərmiş. Arvad da cavab verməzmiş buna. Bir gün kişinin belə yaxşı bir halı olur. Deyir arvadına, sən nə yaxşı arvadsan? Sən nə yaxşı adamsan? Deyir, niyə kişi? Deyir, mən səni illərdir söyürəm. İllərdir söyürəm. Sən buna heç qarşılıq vermirsən mənə. Deyir, ki, nə bilirsən vermirəm. Deyir, heç nə demirsən. Deyir, ürəyimdə söyürəm də. Ürəyimdə söyürəm. Gücü çatmır sənə üzbə deməyə. Nə edəcək? Ürəyin. Deyəcəksən aton, deyəcək öz aton. Deyəcəksən anan, deyəcək öz anan. Üzbə deyə bilməyəcək, dalda deyəcək. Elə bilsə sənə qarşılıq verməyəcək, verəcək. Yəni bilginən ki, bu işlərin hamısının birinin bir cürə bir qarşılığı var. İstəsən də, istəməsən də. Amma görərsən insanlar, məsələn, sual yaran insanlar niyə söyür? Bəzilər deyiblər ki, məsələn, söyəndə rahatlaşıram. Qəzəbini çıxardır onu ilə. Necə olur insan söyəndə rahatlaşır? Başqasını incitmək ilə. Onu söyür, onu incitməklə bu nə olur? Nəsə elədim də. Ya məsələn, biri vurur, rahatlaşır. Və ya vura bilmir, söyür, rahatlaşır. Və ya bəddua eləyir, rahatlaşır. Onu incitmək ilə güya özünü rahatlaşdırır. Amma əlbəttə ki, bu metod deyil. Bu bir əxlaqi metod deyil. Xoş olan bir şey deyil. Bu edilsə də bəyənilmir və bunların hamısı üçün xüsusi istiğfara ehtiyac var. Xüsusi istiğfara, Allahdan bağışlanmağa ehtiyac var. Peyğəmbərdən bir maraqlı bir hədis var. İstəyirəm o hədisi siz üçün söyləyəm. Hədis bu cür nədir ki, insan ki söysə, qiyamətin günündə o söyüşlər surət alar, durar onun qarşısında. Allahu Ekber. Ümumiyyətlə, bu haqda istəyirəm bir söz deyəm. Bizim hər bir sözümüz mümkündür ki, qiyamətin günündə surət alsın. Surət alsın. Bir varlıq olsun. Məsələn, biz Quran oxusaq, hansı bir surəni oxusaq, hədislərdə gəlib ki, o bir surət alar, bir nur formasında, bəzən gözəl bir insan formasında nə olar? Gələr sənin yanında olar, sənə hidayətçi olar, sənə kömək eləyən olar, sənə munis olar. Quranın hansı bir surəsi. Deməli, yaxşı sözlər nə ala bilir? Surət ala bilir. Hədisdə var. Qiyamətdə bunlar surət alacaq. Bu baxımdan da Peyğəmbər əleyhissalam buyurur ki, hər kəs söysə, qiyamətin günündə də bu söyüşlər surət alar, durar insanın qarşısında söyüşləri. Sanki insan bunu elə bir edib. Bəzən insanlar qəzəblərindən elə söyüşlər söyərlər ki, ağla gəlməyən bir şeylərdir. Ağla gəlməyən bir şeylər. Məsələn, qapını aça bilmir, açarı söyür. Maşın xodlanmır, maşını. Biri yolda pis maşın sürür, prava verəni. Prava verən neynəsin, kişinin oldu? Prava verəni. O sənsin maşın alanı. Qeyr heyvanları söylər. Nəuzu billahdır ya bunları, Allaha pənah aparır. Heyvanı söyər. Bunlar pis surətlərlə mümkündür qiyamətin günü. Peyğəmbər buyurursa, deməli bu mümkündür. Qiyamətin günündə qarşımıza çıxar. Allahu Ekber. Böyük xəcalət,
Böyük xəcalətli bir şeylərdir bunlar. Bilginəngiz qiyamətdə bunlar surət alacaq. Sən elə dedim sözdür də, dedim getdi. Getmədi. Bax bunu yadda saxla. Mən hər gecə bunu toxunuram. Söz dedim getdi, belə bir söz yoxdur. Əgər Allah Mütəal buyurursa ki, sizin dilinizdən çıxan hər bir söz üçün mələk təyin eləmişik, mələklər təyin etmişik. Onları zəbt edirlər, yazırlar. Deməli, dilimdən çıxan söz nə oldu? Getmədi, qaldı, düşdü yaddaşa. İndi deyirlər bəziləri, illər də keçsə WhatsApp yazıları silinmir. Belə bir söz gedir arxivdə. İndi hardasa arxiv mən nə bilim. Gedir arxivə, qalır arxivdə. Silinmir. Mesajların silinmir, seslərin silinmir. Belə bir bu günə sosial şəbəkədə belə bir şey təbliğat edirlər, qorxudurlar, eləyirlər. Nə bilmirəm də, yəni həqiqətdir. Amma mən bilib düşünürəm özüm ki, həqiqətdir, bazada qalır bu. O cür də sənin sözlərin ta hətta buluq yaşından ölənə qədər gözəl sözlərində yazılır, düşür arxivə, bazadadır. Pis sözlərinə düşür, arxivə, bazadadır. Sən elə bilmə ginən söz dedim də getdi. Söz idi də yazdım, bir dənə söz idi yazdım da. Nə olacaq ki? Kişinin oğlu. İnsanlar bir dənə söz deyiblər, illərlə sözünün arxasında olublar. Sözünün əziyyətini çəkiblər. Biz keçən gecədə danışdıq, söz balaca bir şey deyil ki. Söz deyərsən, müsəlman olarsan. Söz var deyərsən, kafir olarsan. Söz var deyərsən, başa tac olarsan. Söz var deyərsən, ayaqlar altında heç olarsan. Söz var deyərsən, insanları sevindirərsən, şadlandırarsan. O sözünlə insanların qəlbinə girərsən. Söz var deyərsən, illərlə sağalmaz insanların qəlbinə yara vurarsan. Heç bir dərman, heç bir psixoloq, heç bir nervopatoloq o sözü sağalda bilməz insanın içində. O yaranı sağalda bilməz. Söz var müharibəyə səbəb olar. Söz var qanları yatızdırar. Söz elə belə şey deyil ki, insan natiqdir, danışandır, insan ağıllıdır, ağıllılığının da nümunəsi nədir? Danışıq. Söz elə bir şey deyil ki. Sözə yığılmışıq da bura. Biz bura sözə yığılmışıq. Sözünə dəyər verən özünə dəyər verib. Sözünə hörmət qoyan özünə hörmət qoyub. Sözünü hörmətdən salan özünü hörmətdən salıb. Söz balaca şey deyil ki. Sözdür də dedim də. Sözdür də yazdım da. Lap yaxşı. Lap yaxşı. Sən yazdın, Allah da yazdı. Sənin yadından çıxacaq, Allahın yadından çıxmayacaq. Fəmən yə'məl miskalə xeyrən yərə. Fəmən yə'məl miskalə şərrən yərə. Zərrə qədər xeyr eləsən, yaxşı söz desən, qabağına çıxacaq. Zərrə qədər pis söz desən, yenə də qabağına çıxacaq. Əslində qalanda bu sözlər özü adətlərlə olur. Adətlərlə olur. Adətdir bunlar. Adətdir. Söyüş də adətdir. Pis söz demək də adətdir. Dilin, görürsən, insan heç vaxt söyüş söyməyən insan, bir dənə söyüş söyləyən bir adamla otursun, dursun. Əvvəlcə onun söyüşü buna pis təsir eləyəcək, xoşuna gəlməyəcək. Sonra başlayacaq ona etiraz eləməyə ki, bu nə sözdür dedin sən? Ayıb deyil. Yenə də davam eləsə o yoldaşlığı onu ilə görəcəksən bir qədərdən sonra o yenə də o pis sözlər deyəcək, söyüşlər deyəcək, bu daha etiraz eləməyəcək. Sakit duracaq. Bir qədərdən sonra görəcəksən ki, özü də nedir? O sözləri təkrarlayır. İnsanın nəfsi oğrudur, insanın qulağı oğrudur, insanın gözü oğrudur, oğurlayır. Pisi də oğurlayır, yaxşını da oğurlayır. Yaxşı ədəbli insanla oturdur günah. Bəli, xeyir, buyur, can. Bu insanla oturdur, görəcəksən bir qədərdən sonra sən də o sözləri ifadə eləyirsən. Onun üçün də çalışmaq lazım ki, dilini yaxşıya öyrədəsən, yaxşıya təlqin edəsən. O deyirlər, bir yerdə yazılmışdı, deyir, Şah Abbas yolla keçirdi. Şah Abbas. Gördü qulağına bir uşaq səsi gəlir. Atam, anam sənə qurban, başva dönüm, qurban olum, can, biraz da yeri. Baxdı, gördü bir uşaqdır, ulağa yük vurub, meşədə odun yükü vurub. Eşeğə bu cür sözlər deyir. Can, qurban olum, başva dönüm, belə-belə də sözlər. Şah çağırdı bunu, dedi ki, ay bala, adam eşeğə deyər, qurban olum, başva dönüm, nə biləm, canım sənə qurban və s. Elə sözlər deyər eşeğə, o aşağı dərəcəli bir varlıqdır, sən insansın, üstün dərəcəli bir varlıqsan. Dedi, şah sağ olsun, mənim görsən də 14-15 yaşım var, dilimi yaxşı öyrədirəm, mən o söyü də bilərdim, eşeğ oğlu eşeğ də deyə bilərdim. Amma neyinirəm? Şirin sözlər deyirəm, dilimi söyüşə deyil,
xoş ifadələrə öyrədirəm. Şah Abbas baxdı, bəh. Şu an tərbiyəsinə bax. Bu uşağa bir qızıl verin. Xatlar bir qızıl verdilər uşağa. Uşaq dedi, yox, götürə bilmərəm. Götür günə şah verir sənə. Deyir, yox, götürə bilmərəm. Niyə? Atam anam qoymaz. Deyərsən, Şah Abbas bəy. Dedi, heç inanmazlar mənə. Deyir, niyə inanmazlar? Deyir ki, şah adımı 1 dinar verər. Sözə bax. Şah 1 dinar verər. Deyər ki, hardan soğramısan? Şah bəzi bir kisə verər. Gülür Şah Abbas deyir, bəh. Uşağın sən zirəkliyinə bax, ağlına bax, başına bax. Bir kisə verəm. O uşağa qızıl verər. Uşaq bir kisə qızıl alır, gedir. Deyir, bunun bir əmsi var imiş. Əmsi xain adam imiş. Görür bunlar kef eləyirlər. Nə olub deyələ Şah Abbas ova gedirdi. Belə bir hadisələr kəndə yayılır da. Bu əmsi də gözləyir Şah Abbas ovdan hara gələcək. Yaşlı bir əmsi var. Yolun ağzında durur. Ulağı odunla doldurub, aha, Şah Abbas qoşunu ilə qayıdır, o kobud səsi ilə başlayır. Atam sənə qurban, anam sənə qurban. Biraz da yeri falan. Şah Abbas görür ki, hemen sözler değil ama ses fərqlidir. Baxır görür ki, yaşlı kişidir. Deyir, hə, burada bir məsələ olmalıdır. Çağırın o kişimi. Ay kişi, ağsaqqalı adamsan, bu nə sözlər deyirsən ulağa? Atam sənə qurban, anam sənə qurban, baş və dönüm, qurban olum. Məsələn də belə xoş ifadələr. Deyir, şah sağ olsun, şah sağ olsun. Dilimi yaxşıya öyrədirəm, xoşa öyrədirəm. Şah deyir, bir 100 çubuq vurun buna, dili düzələcək bunu. Sən vaxtıcan dilimi öyrədə bilməmsən, bundan sonra öyrədəcəksən. Amma hər halda mən bu sözün, Şah Abbasın dediyi sözün əksinə bir söz demək istəyirəm. Hər yaşda olur olsun, yenə də dilini nə edə bilərsən? Yaxşıya öyrədə bilərsən, əhsəntun. Cahiliyyət dövründə o yaşlı sahabələr vardı, dilləri pisə öyrəşmişdilər. Amma Peyğəmbərin yanında dilləri, əlhamdülillaha, subhanallaha, la havlə və la quvvətə illa billaha, la ilahə illallaha öyrəndi dilləri. Söyüşləri dillərindən çıxartdılar, xoş ifadələri dillərində qəbul elədilər. Və hər zaman insan özünü islah edə bilər. Edə bilmirəm deyən bir şey yoxdur. Əgər insan nə qədər ki nəfəs alır, hər zaman özünü islah edə bilər. Əql düşünürsə, insan özünü islah edə bilər. Allah bizə yardımcı olsun və özümüzü islah edənlərdən qərar versin inşallah. Fikirləşirəm bu gecəlik bəstədə da cümədə də olmuşuq. Yormayın. Yəni də suallarınız olsa, yarım saatlıq xidmətinizdə varıq inşallah. Bismillahirrahmanirrahim. Bəli. Dinləyicilərdən biri sual verir. Selamun aleyküm. Aleykümselam. Dovşan əti halaldır, yoxsa haram? Cəfəri məzhəbində dovşan əti halal deyil. Daha sizə yazmasın ki, niyə? Yazacaq? Yoxdur, sual bağlayaq canlını. Ata evində əgər evi var, yaşayırsa, orada doğulubsa, oranı tərk eləməyibsə, vətənlikdən çıxartmayıbsa, kölə mənim evimdir də bura. Vətənimdir. Tərk eləməyibsə vətən olmağını, oranı yurt kimi tərk eləməyibsə, ora vətəni sayılır. Orucu da, namazı da orada bütöv olur. Ustad, iştirakçılardan Ezgi Qayalar Türk xanım sual verir. Buyurur ki, qunutda türkcə dua olar. Deyiblər olar. Alimlər deyiblər ki, qunutda insan öz duadır da, duanı öz dilində edə bilər. Bir çox alimlərimiz icazə veriblər. Bir nəfər sual verir, Ramazan bayramında kişi fitrə verir. Olar mı ki, qanun da öz gəlinə istədiyi qədər versin? Bəli, lap yaxşı olur. Xanım əgər işləyirsə, pulu qazanırsa, böyle öz fitrəsini versin də, hamısı kişiyə yükləməyəcəklər ki. Yazıq kişilər. Ustad, İslamda buyurulub ki, ata dünyasını dəyişəndə böyük oğlunun qəzasını qılar da. Bəli. Bəs ana üçün bu niyə şamil olmayır? Bax, o niyə sözləri ki var, o biraz yaxşı sözlər deyil. Şəriətə insan niyə deməz? Şəriətdir də, Peyğəmbər deyib belə. Anaya niyə olmaz? Ana içində də müstəhəbdir. Böyük oğul atanın varisidir. Ata əvəzidir. O atanın ki vilayəti var idi, o keçir böyük oğlun əvəz. Böyük oğlun əvəzinə. Bir də bəziləri bu haqda mən görürəm ki, bəzi etirazlar edirlər ki, ata 60 il namaz qılmayıb. Yoxsa sənə deyən yoxdur atanın 60 illik namazını qıl. Atam heç mənim namaz qılan olmayıb. Yox, namaz qılan olmayıb, bəlkə müsəlman da olmayıb bəlkə. Onun namazı mənə vacibdir. O qəzalardan gedir ki, məsələn, ata bir ömür namaz qılıb. Ata bir ömür namaz qılıb. Ömrünün axırına yaxın xəstələnib, qıla bilməyib,
çətinliyi olub və yaxud da namazlarını qılırdı, qəza namazları var idi, qılırdı, qılan idi namazlarını. İndi 3 ayı, 5 ayı, 1 ili bilir ki, boynunda qalıb atasının. Hə, böyük oğul buna qılar. Yoxsa ata 60 il yaşayıb, 60 ildə 2 rükət səcdə eləməyib. Böyük oğlu vacibdir bu. Hə? Hacılar, vacibdir böyük oğlu. 60 il namaz qılmayıb. Belə bir vacibat yoxdur. Hətta sual deyə, ümumiyyətlə namaz qılmayanın məsələsi bugünkü gündə biz dərinliyə gəlsə böyük şeylər çıxar ortalığa. Anladın mı? Bu bir. Ana üçün qalanda isə məsələn durub deyərsən ki, məsələn niyə deyirsən, mən niyəyə qarşı başqa niyə deyim. Niyə ortancıl oğlu vacib deyil? Böyük oğlu vacib. Böyük oğul abidir də abi. Evin də ata əvəzidir də. Hər şey səninlə məsləhətləşir, hər şey ata əvəzidir məsələn. Belə. Amma indi ananın Allah bütün xəstələrə şifa versin. 2 il bundan qabaq anam Ramazan ayının axırıncı günündə 2 gün qalmışdı bayrama, xəstələndi. Xəstələndi. Yəni indi Allah şifa versin hamısına. Yəni o elə bir cürdür ki, o nə oruç tuta bilir, nə namaz qılır bu cür bir vəziyyətdədir də. 2 il. Yəni axırıncı gününü də tutdu, o cür xəstə, axırıncı günü dedim aç, tutma, sən mümkün deyil bu. İnsanın öz-özünə zülm eləməsidir. Bu problemli bir şeydir. Neyse, sözüm nədir? Ha, indi vacib deyil mənə. Anamdır. Allah ömrü uzun eləsin. Ha. İndi ona da hətta düşmür də, ona müəyyən bir şeylər var ki, o məsələn oruc düşməz o adama. Mən onu qılmayacağam. Qılmalıyam da. Qıl da, müstəhəbdir, qıl. Anadır da. Ana haqqını necə qaytara bilərsən ki? İnsan necə qaytara bilər ana haqqını? Bir ömür elə 60 il anan qəzasında qılsa qaytara bilməz. Tək namazdan getmir də söhbət. Hər cürə 60 il o belə qucağında gezdirsə, yenə də o qaytara bilməz onu. Mümkün deyil. Mümkün deyil. Bu vaxtda geniş mövzumuz olub da valideyn, ana haqqı mövzusunda. Hacı orucluqda rəhmətə gedən adam üçün. Əvvələ sual verməmişdən öncə mən sözümü qutarım. Bir baxın mənə, sakit durun, sonra verin. Allah canı sağ olun. Orucluqda günüz vaxtı bir insan üçün verilən ehsan sayılmaz. Günahı nə qədərdir, onu da öz mən bilmirəm. Hər halda ki, ehsan deyil. Haramdan ehsan olmaz. Haramdan ehsan olmaz. Ramazan ayında orucluq saatlarında yemək, içmək müsəlmanlara nədir? Haramdır. Qonağın var, qabağına çay qoymayacaqsan. Səfərdən gəlibsə, o başqadır. Xəstədir, tuta bilmirsə, başqadır. Yaşlıdır, qocadır, o başqadır. Bunlarda işim yoxdur. Yox, elə Allaha üsyan edərək tutmursa, belə su istəsə mənə, mən ölçüdə vermərəm onu. Mən vermərəm. Müsəlmandırsa, yox, Məsihidirsə belə kebab da verərəm ona. Amma müsəlmanı vermərəm. Niyə? O sənə haramdır, mən niyə haram verməliyəm ki? O ki, qala oruçluq ola. Məhəmməd adlı iştirakçı sual verir. Əskərlikdə olduqda oruç tutmaq vacibdir. Mən tutmuşam. Sən də tutmuşsan. Namaz da qılmışam, oruç tutmuşam. O deyirlər olmaz, amma bir qaydalar var da. O baxır. Bəziləri gedirlər. Nəyə görə indi əskərlikdə qadağan elədilər? Məsələn də deyirlər qadağan olub namaz qılmağı. Çünki bir çoxları sui-istifadə elədilər namazdan. Əskər tabi olmamaq üçün namazı gedirəm. 1 saat, 2 saat, har namazda deyil. Belə şey olur. Mən qaça namaz qılmışdım. Səhər 1-ci günüm idi, gəlmişdim əskərliyə. Padiyam, Rotab. O səs də bir axım bizim dövrümüzdə Rusça komanda verdi. Rota, padiyam, adam dik atılırdı. Durduq hamısı duran kimi giyinməyə qaçmağa baxıram ki, hava işıqlaşır. Bunlar elə bizi qaçırdılar. Vallahi niyyət eləmişəm, o cürünə təmim eləmişəm, o cürünə namazımı qılmışam. Elə yadım namazlarımın içərisində bir dənə 2 dənə namaz yadımda qalıb, biri odur. Hə? Ən ləzzətlisi odur. Qıla bilər. Heç qılmır. Ha, yox, canamaz sağ ol, nə bilim, orucda belə yanında xırma ilə, çayla. Bir dənə konfetlə iftar eləmiş. Ustad bir iştirakçı da sual verir. Buyurur ki,
Hacı 9-cu sinifdə oğlum imtahan verəcək, imkan versə dua edər. 9 inşallah. Ayın 9 inşallah. Ha, 9'u kimdir bu? Hanımdır, beydir, bilinmir ha. 12 imam yazır. 12 imam yazıb. Ya 12 imam hörmətinə Allah onun balasına zehin açıqlığı versin. Çəkdiyi zəhmətlər hədər getməsin. Və onunla bəhəm nə qədər bizim cavanlarımız imtahan verəcək. Doğrudan da oxuyublar, əziyyət çəkiblər. Bəzən insan imtahan verə bilmir. Mənim üçün də çətin bir şeydir imtahan. Görürsə adam stres keçirir, həyəcan keçirir, bildiklərini də yaddan çıxardır. Məsələn, bizim tanıdığımız bir adam var, panik atak keçirir, ürəyə gedir imtahan adı gələndə. Kəş o imtahanı, axirətin imtahanı yadımıza düşəndə o cürlə o halı keçirə bilək. Qiyamətin imtahanı yadımıza düşəndə o halı keçirə bilək. Allah o rahat bir halla imtahan verməyi və qəbul olunmağı o balaya qismət eləsin inşallah. Ezgi Kayalar sual verir. Ki, yaşlı və kəndini tutamayan, idrar qaçıran biri abdest alınca enfeksiyon olur. Bu kişi abdesti və namazı batil yapmalı. Bəli, belə bir hökm var. Onun üçün risalələrə müraciət eləsin. Mən burada canlıda bu cürə açıq o şeyləri danışa bilmərəm. Hansı formalardadır? Nə qədər o qaçırmaların məsafəsi nə qədərdir? Məsələn, tutağım ki, dəstəmaz aldı. Dəstəmaz aldı. Bax, bir namaza qədər neyniyə biləcək? Qıla biləcək. Qılacaq o namazını. İkinci namazçı nə edər? Yenidən dəstəmaz alacaq. Amma namazı tərk edə bilməz. Bu yoxdur bir söz. Və yaxud da ki, lap bu cür nədirsə, qadında bir cürədir, kişidə bir cürədir, yaxınlığında olan orada türk sizə hocalara müraciət eləsə, onun dəqiq yollarını deyərlər. Mən burada belə deyə bilmirəm onları. Müəyyən açıq şəri ifadələr var orada onun üçün. Yəni o namazını tərk eləməməlidir. Hətta adam var, məsələn, deyək də bir dəqiqədən bir damcı, məsələn, belə onun da yolu var. Onun da yolu var. Şəri hökmlə müctəhidlərimiz yolunu göstəriblər. O yolla da olsa namazını qılsın. Fərid adlı iştirakçı buyurur. İki övladın böyük uşağı qızdırsa, valideyn ölən günü qılınan namazı qız qıla bilər, ya ikinci, yəni oğul qılmalıdır. İki övladı var, onun biri qızdır, biri oğlandır. Böyüyü qızdır. Qız qılmalıdır, yoxsa oğlan? Oğlana vacibdir, oğlana. Evin böyük oğlu deyilir. Məsələn, evdə 5 uşaq var. 4'ü qızdır, son 5'i oğlandır. Sənə boyun. Allah da onun canını sağ eləsin. Dua elə, namaz qılsın, qəzalarını da qılsın. Bir nəfər yazmışdı. Salam aleykum. Aleykum salam. Kürdəmirdən Nefsaya gelib gələ bilərəm, zəhmət olmasa da. Kürdəmirdən Nefçalaya zöhr namazından sonra balıq almağa gedir. Zöhr namazından sonra çıxsa gedib gələ bilər. Yox, zöhrdən qabaq çıxsa, yox. Bir də bir nəfər iştirakçı sual verir. Bugün bir insan artıq namazı ola bilər, 70 il, 80 il artıq namaz qıla bilər özü üçün. Maraqlı sözdür, maraqlı sualdır. Bəzən belə suallarda da bir şeylər var. Əvvəla nə niyyətlə qılacaq onu? Bu sualdır. Artıq namazı nə niyyətlə qılacaq? Əgər nafilə qılıbsa, xoş alına, nafilə, yəni müstəhəb namazlar. Müstəhəb, yaxşıdır. O artıq namaz sayılmır. Amma mümkündür ki, bəzi alimlər olublar. Onlar yomiyyə, yəni gündəlik namazı ki yoxdur. O yomiyyə namazı, məsələn, tutam ki, neçə il namaz qılıb? 30 il, 40 il. O gündəlik namazlarını ehtiyat niyyəti ilə bir də qılıblar. Allah rəhmət eləsin, mənim yadıma düşdü bu. Qoy deyim, maraqlı bir şeydir. Bir alimlərdən biri olub, indi yadıma düşər deyərəm adını. Kəşfül Qita olub ləqəbi. Kəşfül Qita. Arif olub. Bu vəsiyyətində yazmışdı ki, oğlanlarına, ehtiyatən mənim namazlarımı ya qılarsınız, ya muz verib namazlarımın qəzasını qıldırarsınız. Sonra da altında, alim deyə böyük alimdir. Sonra da altında buna izah yazır.
Bu anlama deyir, gəlməsin ki, mən namazlarımda səhlənkarlıq eləmişəm. Yox. Mən öz ömrümün namazlarını 2 dəfə ehtiyatan qılmışam. Məsələn, səhər sübh qılmışam, birdən məsələn də keçən ilki namazlarımı ehtiyatan niyyəti ilə qılmışam. 2 dəfə ömrümün namazını ehtiyatan qılmışam. Amma bundan məsələ budur ki, mən namazı qılan vaxtı elə eşq halına düşürdüm ki, yəni o qədər namazı qılmağı sevirdim. Qorxuram ki, namazı qurbətən ilallah deyil, Allahın əmrinə tabi olmaq üçün deyil, həmən bu eşqə görə qılmış olan. Vay dədə. Çox belə qəribə baxsana hərdən mənə. Başa düşmədiyimi anlamıram, yoxsa ki, belə maraqlı gələcəksə onu da bilmirəm. Baxışlarımı düzəlt, xahiş etdim. Hacı Salam, may ayında Aleyküm dini baxımdan toy eləmək olar. O cəfəngiyatdır. May ayı, boş aydır, nədir? Onun bir kökü var, o gedir, o vaxtı Məsihiyyətə gedir, çıxır. Ermənilər adət qoymuşdular Bakıda, nə bilim, bəzi regionlarda paskalara düşürdü, eləyirdi. Vay, boş aydır, nə bilim, olmaz, ağır aylardır, filandır. Ulan ağır aylardır. Məhərrəmidə toy eləyənlər aiddir. Məhərrəmidə toy eləyir, hə, məsələn. O, may ayında eləmir. Niyə? Paskalar var orada, ağır aydır. O ermənilərin qoyduğu adətdir, bizə adəti yoxdur. Allah mübarək eləsin. Hər kəs toy eləsə, eləsin. Toy eləyəndə bir neçə şeyə diqqət eləyin. Məsləhət budur. Ayın əqrəb bürcündə olması yaxşıdır. Ehtiyatını eləməyim. Ayda 3-4 gün belə olur. Bir də baxın, müsəlman adamsızsa, Əhl-i Beytin şəhadət günlərində toy sayılmıyor. Kalendar var, əlhamdülillah, təqvim var bu günləri. Baxın, məsələn, İmam Hüseynin şəhadətini bildik. Aşura günüdür. Həsən Əskərinin də, İmam Həsənin də şəhadət günü var da. O günə toy salmayın, ayıbdır. Hacı, İslam dininin qayda qanunu ilə üst-üstə düşən vəsiyyətə əməl eləmək vacibdir. Bəli, vəsiyyətə əməl eləmək vacibdir. Amma İslamın qayda qanununa, məsələn, biri vəsiyyət edib ki, mənə yandırarsınız. Olub ha belə bir şey. Mənə yandırarsınız. Mənə paltar, filan kostyumumla bastırarsınız. Olub belə bir şey. Yox, vəsiyyət əməl olmayacaq. İslamı qaydaya uyğun deyilsə, əməl olmayacaq. Ədalətə uyğun deyilsə, olunmayacaq. Amma İslama uyğundursa, onlar əməl olunmalıdır, vacibdir. Buyuracaq. Xahiş eləyirlər, buyur, hastanədə yatan bir hasta üçün dua edir misiniz? Aminə ya Rəbbəl aləmin, İlahi və Rəbbə Əş-Şafi ismin hörmətinə. Sən şifa verənlərin ən yaxşısan. Ümumən, bütün xəstələrimizə şifa ver. Xüsusən ağır xəstələrimiz ki, onların əlacları ilahi sənin əlindədir. O xəstələr ki, onların müalicə üçün maddi imkanları yoxdur o xəstələrimizə və bütün xəstəxanada yatan xəstələrimizə ilahi təcil şifa bəxş elə yenə. Xüsusən də bu müraciət eləyən bizim izləyicimizin xəstəsinə hər kəsdirsə, ona nə qədər yaxın bir insandırsa, Allahlığın hörmətinə, Əş-Şafi ismin hörmətinə o xəstəyə təcil, tezliklə gözəl sağlamlıq verib şifalarını bəxş elə yenə. Amin ya Rəbbəl aləmin. Qazilərimizə Allah şifa versin. Əskərlərimizi xəstəliklərdən qorusun. Körpələrimizi, o dilsiz körpələr var, ağrılarını deyə bilmirlər xüsusən. Allah o körpələrimizi ağla gəlməyən qorxulu viruslardan onları qorusun inşallah. Şeytanların, cinlərin şərrindən qorusun o körpələrimizi. Hacı, insan özü üçün əvvəlcədən qəbir qazdıra bilər. Müstəhəbdir. Yaxşıdır. Ustad, iştirakçılardan biri sual verir, Abbas Sadə. Şəriətdə vəsiyyətə əməl etmək vacibdir. Bəli. Əgər İslama uyğundursa, vacibdir. Yox, İslama uyğun olmasa, vacib deyil. Tərlan Səfərov sual verir, buyurur, bilərəkdən oruç tutmayan adam fidyə ödəməlidir. Fidyə yox, kəffarə verməlidir. Kəffarə ya ödəməlidir, ya kəffarə fidyə kimi verməlidir, mud verməlidir və yaxud da ki, orucu tutmalıdır.
Biri yazır ki, anam vəsiyyət etmişdi ki, anasının yanında dəfn olunsun, amma etmədilər. Bunun bir günahı varmı? Hə, var. Bəzən qeyri-şəri olur ha, qoy deyim sənə. Biri vəsiyyət eləmişdi ki, məni anamın qəbrində dəfn eləyərsən. Anası da 5 ildə, 10 ildə dünyasında ki, bu qəbri açmaq olmayacaq. Bu vəsiyyət qəbul olunmaz. Amma yanında yer var, gərək dəfn eləyəsən. Mən, anam yəqin ki, eşitməz bunu. Mən anamın ayağının altında yer demişim, orada o yer mənimdir. Anamın ayağının altında basdırası. Anam məndən qabaq dünyasını dəyişsə də, ayağının altında da birdən, yox, mən anamla qabaq dünyamı dəyişsəm, demişim, bu ora mənim də burada dəfn eləyər. Allah deyirlər gecindən versin hamısı için. Amin. Heç kəs, bax bir söz deyim, bəzi adamlar əsəbləşəndə, qəzəbləşəndə, bezəndə, depressiyaya düşəndə və s. ölüm istəyirlər. Peyğəmbər bunu mən eləyib, qadağan eləyib. Deyir, yaxşı adam da ölüm istəməsin özü üçün, pis adam da ölüm istəməsin özü üçün. Pis adamsan, səndən hər kəs bezib, daha özündən bezmirsə, deyir, yenə də ölüm istəmə özün üçün. Deyir, bəlkə sabah tövbə eləyərsən, düzələrsən. Yaxşı adam da ölüm istəməsin ki, çünki yaxşılığını daha da çoxaltsın, savabını daha da çoxaltsın, xeyri insanlara daha da çox deyilsin. Onun üçün də dualarda uzun ömür istəyin özünüz üçün. Bu pis şey deyil. Uzun ömür istəyin. İmanlı uzun ömür istənmə. Allah hamınıza imanlı uzun ömür versin. Sağlam uzun ömür versin. Ruzulu uzun ömür versin. Buyurur Hacı Rafailin danışığınızdan Hacı Şahin ətri gəlir. Allah Hacı Şahını rəhmət eləsin. Hacı Şahin bütün ömrünü uşaq yaşından İslama xidmət elədi. Hər nədə ki İslam o aktuallıq var idi, məsələn sən bunu ilə eləmək olardısa İslamı xidmət onu ilə elədi. Heç kəsin sözünə fikir vermədi. Rəhmətə getməmişdən ölümündən çox olmaz 2 ay deyim, 3 ay olmaz 2 ay ya biraz az, biraz çox müddətdə dedim Hacı səndə bir qibdə olması bir şey var. Gülümsədi, əstəğfurullah dedim, yox, da oradan deyirəm. Mən belə illəri izlədim səni, baxdım ki, bu qədər sənə daş atırlar. Daş atan da oldu, məsləhət verən də oldu, belə elə, onu de, bunu demə, filan elə, bu belə şeylər çox idi də bilirdiniz. Heç yolunu dəyişmədi vallah. Elə bir dənə öz xətti var idi, xətti ilə getdi, İnşallah ki, hədəfinə də çatdı, Allahın yanındadır, Allah rəhmət eləsin. Hə, dəyərli alimiz idi. Ustad bir də iştirakçı sual verir. Salam Hacı. Salam. Allah kim cəhənnəmə gedəcəyi bilir. Onları niyə yaradır? Niyə onlara şans verir? Bu qəzabı qədər mövzusudur, əzizim. Bu qəzabı qədər mövzusudur. Və Allahın elminə qayıdan məsələlərdir. Allahın bəzi, bu çox əslində tarixdə bunun üzərində böyük fitnələr düşüb. Çox böyük fitnələr düşüb. Müsəlmanlar buna görə bir-birlərini qırıblar. Məsələn, Quran haqqında zamanda böyük fitnələr olub. Bir qismi deyiblər ki, Quran qədimdir, bir qismi deyib Quran cədiddir, hədisdir və yaxud. Hədisdir. Məsələn, nə deməkdir bu? Biri deyib ki, Quran Allahın elmində var idi. Var idi. Demək, elmində vacib baş verən hadisələr nədir? Elə olmalıydı bunlar. Bu getdi Cəbriliyə. Bu da qəbul düz şeydir. Yox, Quran Allahın elmində yox idi. O necə idi Allahın elmində yoxdur? Elə bir şey var Allahın elmində olması. Bu fitnə yaradıcı bir şeylərdir. O Allahın elmində var, necə var, o Allaha məxsus bir şeylərdir. O cür suallara girmək yaxşı deyil. Bir də İlahə Əzimova 313 adlı bir iştirakçı sual verir. Buyurur ki, Hacı, övlad tərbiyəsində nə məsləhət verərdiniz? Mən övlad tərbiyəsində bunu deyərdim ki, əvvəla evladınızı tanımağa çalışın. Əvvəl evladı tanıyasan, sonra ona uyğun tərbiyə qoyasan. Necə ki, bir həkim xəstəni diaqnoz verməsə, xəstəliyinə, onun yazdığı müalicə nədir? Zərərli müalicədir. Zərərlidir hətta. O cünə sən gərək, o tərbiyənin özündə gərək onu tanıyasan, onun xüsusiyyətlərini biləsən. Şakilə deyilir Quranda, hər iki səndən öz şakiləsi ilə davranmaq lazımdır.
onun tipi nədir, onun xüsusiyyəti nədir? O xüsusiyyətin üzərindən onu tərbiyə eləyəsən. Birinci uşağını tanı. Bu birincidir. Tanıya biləndən sonra hər rəsm yaza bilərik. Amma tanıya bilməsən uşağını, sən onun haqqında verdiyin tərbiyə bəzən çox əks verər. Uşağını tanı, gör tipi nədir? Tipinə uyğun onu elə. Tərbiyə eləməlisən. Sual verir. Buyurur Salam Hacı. Görəsən axirətdə deyib gülmək olacaq, orada gəzmək, yemək, adi günlər kimi gün olacaq. Quranda bir ayə var, buyurur ki, o zaman ki gedib cənnətin nemətlərini görərlər, deyərlər ki, biz bunu dünyada gördüklərimizdəndir. Əlbəttə ki, fərqlidir ya cənnət neməti. Bəli, axirətin də özünün zövqləri var, özünün kəf verəcəkləri var. İndi demək, gülmək belə bir şey çıxmayıb qabağıma, demək, gülmək var, yoxsa yox, bilmirəm. Sizin çıxmayıb qabağınıza. Demək, gülməyi bilmirəm, belə bir hədis çıxmayıb ki, orada deyib güləcək. Amma hə, gezməyə bəzən heç ehtiyac olmayacaq. Bilirsən niyə? Hər gün cənnət bir dərəcə gözəlləşəcək. İndi biz gedirik, məsələn, tutaq ki, Quba tərəfə. Getdikcə şəkillər dəyişir. Biz gedirik, şəkillər dəyişir. Amma orada mümkündür ki, olduğun gündə şəkillər dəyişsin. Gündən günə cənnət gözəlləşəcək ki, adiləşməsin sənin üçün. Yəni, bir dənə gözəllik olsa, bir gün, 2 gün, 3 gün, 4 gün, 5 gün nə ola bilər? Adiləşə bilər. Amma cənnətdə gündən günə gözəllik daha da çoxalacaq ki, o sənin üçün olsun, ləzzətini artırsın. Cəhənnəm də həmçinin elədir. Cəhənnəm də eyni dərəcədə gündən günə onu nə olar? Ağırlaşar ki, adiləşməsin əzab insanı üçün. Da sənin üçün demirəm də gözəl. Siyavuş İlyasov iştirakçı sual verir. Buyurur Hacı, bir sual da verim. Ramazan ayında yas mərasimində gedib xidmət etmək olar. Yemək, içmək xidmət edirsə, yox olmaz. İftar süfrəsində olar. Ramil adlı bir iştirakçı sual verir. Buyurur, hər il Ramazan ayının biri başıma neysə pis bir iş gəlir. Niyə elə olsun? Özü özünə gətirir başına. O psixoloji onu qəbul edib. İnsan bəzən düşündükləri olur. İnsanın özü düşündükləri, o pis düşünməsin. Baxın, bir söz deyim sizə, elə bilməyin ki, pis dedikləriniz pisdir. Mənim başıma bu günə kimi nə problem gəlibsə, onu hamısını yaxşıdan bilmişəm. İnşallah sabah bu mövzunu danışacağam. Əgər istəsə qulaq asar. Gələr iştirak elə 11-in ya. Yox, bax, oraya yazır o. Pis iş gəlsə də oruç tutsa, bəlkə də doğrudan elə pis iş gəlir onun başına. Şeytan bu oruç tutmasın deyə başına bir şey gətirir, nə əli kəsilir, nə cibindən pul itir. Ona görə də əsəbləşir də oruç tutmur. Yox, elə şey yoxdur. Həzrəti Zeynəb salamullah aleyhə, Allahu Ekber. Gündəlik namazından getmir, gecə namazını tərk eləmədi. Hətta Kərbəlanın o Şam-ı qəribanında, hətta o səfərdə. Oxların altında Həzrəti İmam Hüseyin əleyhissalam nə etdi? Namaz qıldı. Biz deyirik, oruc çətindir. Baxın səhabələrin həyatına, tabiinlərin həyatına, imamların yanında olan insanların həyatına. Heç imamları demirəm, deyəsən o imamdır. Döyüş günü oruc tutub döyüşə girə bilər. Kişi, oruc niyyət edib, birdən şəhid olsam, oruc şəhid olum. Biz kiçik bir şeylə orucumuzu pozuruq. Bir şey askırdı. Bir iştirakçı xanım da sual verir. Hacı, ömrə ziyarətinə gedib, icaba keçdim. Maşallah. Var. Allah səni hifz eləsin. Əvvəla icaba keçmək böyük bir bəladan deyəydi, böyük bir günahdan özünü xilas eləmişsən. Elə bu günahdan özünü xilas eləməyin özü nədir? Elə böyük savabdır, elhamdülillah. Çox böyük görmüsən. Bugünkü gündə icaba keçən xanımlarımız var ha. Döyüşdə cihad eləyən kişilərdən artıqdır. Allah hamısını salamat eləsin. Amma hicabı qoruyun da. Hicabdır, qol burdandır, topuqlar bayırdadır. Hicablıdır, əllərində baxırsan lakla, filanla, ona eləməyin də eləməyin. Ayıbdır, həyif eləməyin. Bir də görsən biri başını elə də yaxşı bağlayıb, baxıb görsün ki, bunu qəttələyib qolu burada açıq. Allahu Ekber. Ya bilmir. Necə bilmir? Bu indiki zamanda bilməmək yoxdur. Ya bilirdi ki, boş şeydir. Başımı bağlamışam da. Ayrı şey ola, başımı bağla. Olmaz elə. Hacı, deyilən qurbanı aparıb pirdə, ocaqda kəsmək düzdür. Harada süzən kəsə bilərsən. Orada niyyət eləmirsən ki, məsələn, mən aparacam Mir Mövsüm ağanın
ziyarətgahında orada kesilmək üçün qurbangah var, orada kesəcəm. Mənim burada kesməyə şəraitim. Orada kes. Ora niyyət eləmisənsə, orada keskinə. Yox, niyyət eləməmisənsə, harda sizdən keskinə. Qurbanı Mir Mövsüm ağaya kesmirsən ki sən. Bəziləri qurbangah var Mir Mövsüm ağada gedib qurban kesil. Elə bir Mir Mövsüm ağa üçün qurban kesirlər. Mir Mövsüm ağa üçün qurban kesilsə, hər ki zəhətdən isə haramdır. Allahın adı yoxdur ki orada. Amma bir Mövsüm ağanın qəbrinin yanında qurban kesmək, bu da bir övliyanın qəbrinin yanında qurban kesir də şərait eləyir. Və yaxud da bəzi deyir, Mir Mövsüm ağaya qurban demişəm. Əgər niyyət olsun ki, Mir Mövsüm ağa üçün qurban kesirəm, yox, qurban Allaha olmalıdır. Bu şirkdir, əti də haramdır bunun yeyilməsinə. Yox, desə ki, qurban kesirəm mən, onun savabını Mir Mövsüm mənası budur ki, bir Allah üçün qurban kessəm, onun savabını kimə verəcəyəm? Mir Mövsüm ağaya. Ha, bu ola. Əslində bunların niyyəti budur. Cahilanə söz deyirlər. O sələflər, vahabilər, əxilər, qardaşlar bunu tuturlar, səhv tuturlar. Mir Mövsüm ağaya şirkə, Mir Mövsüm ağaya qurban kesdi. Yox, Mir Mövsüm ağaya qurban kesilsə, elə hamı deyirik də burada haramdır. Lap Həzrət Əliyə qurban kes, Əbəlfəz Abbasa qurban kes, haramdır. Bizim belə əqidəmiz yoxdur. Hansı alimə düzən, hansı müştəhidizlər, haramdır bu. Allah üçün qurban kesirlər, Bismillah deyirlər. Amma məna budur ki, əslində bunlar məna biz deyiyə, sən Allah. Şirkdir də bu. Amma mənası nədir bu sözümün? Sənə Allah and verirəm. Sənə Allah and verirəm. Ha, yapış mənim bu sözümə sən Allah. Ha, bu sən şirk elədir. O məna nə demirəm? Ləfsi xəta başqa şeydir. Biri nəzir edibsə, amma ömrü çatmayıbsa, necə olacaq? Heç çatmadı da ömrü. Neyim, nəzirə görə Allah ömrünü uzatsın onu. Amma ölübsə qalıb boynunda, səhlənkarlıq edibsə, qalıbsa boynunda, o fərqli sualdır ya. Mən nəzir eləmişəm, bu işi görəcəyəm, səhlənkarlıq eləmişəm, nədir? Ölüb gedibmişəm, qalıb boynumda. Qalıb boynumda bu sual olacaq. İndi evlatları, varisləri, bir insaflı adam çıxsalar, bunun malından pul ayırsınlar, onun bu nəzirini, qurbanını yerinə getirsinlər. Borcu var da. Ya bəndəyə borcu var, ya Allaha borcu var. Fərqi yoxdur ki. İndi Allah bağışlamasa işi çətin olacaq. Bir də bir sual var, buyurur, salam. Aleyküm salam. Yasını, Qur'anı ölüyə oxumaq düzgündür. Da, bax dedim bunu. Bax bunu indi dedim axı mən. Təzədən bir də sual verəcək əzizimiz. Ölüyə Quran oxunmur. Mən özümə oxuyuram Quranı. Oxuyuram, savabını ölüyə verirəm, savab. Əgər mən oxuduğum Qurandan bir savab əldə olunursa, olunur ya olunmur. Əgər durub deyəsən ki, oxuduğun Qurandan savab əldə olunmur. Ha, heç nə. Daha mən sənə işim yoxdur. Sən get İslamı bu təzələ. Amma Peyğəmbər buyurur ki, olur. Əhl-i sünnədə, əhl-i şiyyədə buyurur ki, hətta hər bir hərfinə görə savab var. Ayəyə görə yox, hər bir hərfinə görə 10 savab var. 10 yaxşı əməl yazılar insana, 10 pis əməl sillər insandan. Hər bir hərfinə görə. Məsələn, Bismillahirrahmanirrahim 19 dənə hərf var burada ərəb hərfi ilə. 190 savab qazanam, yaxşı əməl. 190 pis günahımdan sildir. Günahımdan sil, pis əməlimdən silindir. Nə boydu, böyüyü, balacası bilməm. Bunları indi mən səbəb Bismillahirrahmanirrahim. İlahi, burada qazandığımız savabı atama bağışlayıram. Nə olacaq ki? Ölü oxudum mən bunu. Ölü üçün oxudum bunu. Bağışlayıram da. O Quranda tapşırma deyirlər ha. Tapşırma. Tapşırmağın ölü oxumağın mənası budur. Mən oxudum, sən qulaq astın, savab oldu, tapşırı. İlə ərvahəl, ilahımın savabını o mərhumə bağışdı. İndi Allah qəbul eləmədi. Eləmədi. Mən bu ilə o işitmişdim. Beyləm Allah qəbul edir, yoxsa yox. Ya elədi. Sağ ol. Teşekkür. Ölü üçün Quran yox da. Bayaqlarda baxıram, bir sabahda bildiyim bir ilahiyetçi idi, neydi bilmirəm. Peyğəmbər oxumayıb. Peyğəmbər heç vaxt ölüyə Quran oxumayıb. Bizdə belə oxumayıb. Bizdə ölüyə Quran oxumuruq. Mən ömrümdə oxumamışam ölüyə Quran. Ölüyə Quran nə oxuyuram ki? Mən özüm çox oxuyuram Quranı. Savab əldə eləyirəm, bağışlayıram onu. Sizə bağışlama. Bu qalsın orada aton çapalaya. Allah sizi salamet etsin. Aminə ya Rəbbəl aləmin. İlahi və Rəbbim, edilən xidmətləri qəbul eylə. Tutulan orucları qəbul eylə. Edilən duaları qəbul eylə. İlahi, saf niyyətlərlə, təmiz qəlblərlə, xalisanə səndən istəyirik ki, bizim müsəlmanlarımızı hifz eylə. Mömin möminatımızı hifz eylə.
Onların yaxşı əməllərini çoxalt. Pis əməllərini azalt. Azmışlarını doğru yola hidayət eylə. Azmış cavanlarımızı, qızlarımızı, oğlanlarımızı doğru yola hidayət eylə. Allah İslamla bizi zinətləndir ginən. İslamın şükrünü üçün ilahi bizə şükrünü eləməyə bizə müvəffəq eylə ginən. İlahi son nəfəsimizə qədər bizi müsəlman kimi yaşadı, müsəlman kimi dünyadan apar ginən. Allah, Allah'lığa and veririk. Müşkildə olanlar, çətinlikdə olanların çətinliklərini aradan apar. Duaları, hacətləri olanlar ki var Ramazan ayında səndən hacətləri var. Qəlblərinin gizlinliyində sənə qarşı duaları var, səndən istəkləri var. İlahi onların o istəklərini əta eylə ginən. Dualarını qəbul eylə. Evladlarımızı dinli, imanlı, sağlam, uzun ömürlü, ruzlu, bərəkətli insanlar kimi böyüt ginən. Yaşlarımızı dinlə, imanla dünyadan apar ginən. Onların xidmətində durmağı, onların böyüklüyünü saxlamağı, hörmətini saxlamağı bizə müvəffəq eylə ginən. Allah biz müsəlmanları bir-birimizi sevən insanlardan qərar ver ginən. Gözümüzü bir-birimizin gözü, dilimizi bir-birimizin dili, qulağımızı bir-birimizin qulağı qərar ver ginən. Allah Allahlığına hörmət, ölənlərimizə rəhmət eylə. Ruhlarını şad eylə. Allah Allahlığının hörmətinə ağamız, Mövlamız İmam Məhdini səlamat eylə. O ağanı bizdən razı sal. Biz də ağanı razı salan əməllər sahibi eylə. O ağanın zuhuru zamanında da onun yanında olmağa bizə müvəffəq eylə. Dualarımızın, aminlərimizin qəbula yetişməsi üçün Peyğəmbər və Ali Peyğəmbərə səlavat edəyək. Allahümmə səlli ələ Muhamməd və Ali Muhamməd.